İndi isə Tovuz Dövlət Peşə Təhsili Mərkəzinin əziz şəhid anaları, valideynləri, yaxınları üçün fəxri fərmanlarını mərkəzimizin rəhbəri İzzət Məmmun təqdim edir. Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin məzun olmuş şəhid Əskərov Kamran Bayramoğlu'nun anası Əskərova Leyla Məhəmməd qızı 8 noyabr Zəfər günü münasibəti ilə təltif oldu. Ben de istəyirdim ki, məsəl gələn o tədbirdə çünki mənim evlatlarımın hamısı bunu Nərvən bəy, hamısı canınız sağ olsun. Allah sizi var eləsin. Çox sağ olun ki, bizi qırmadınız, gəldiniz, dəvətimizi yerinizə. Yəni, əksini ilə həmişə tədbirlərdə yetişdirən mənə ağır təsdiq mənə çıxardım verim, şəhid ailələrdən. Təhsil Mərkəzinin məzun olmuş şəhid Kapitan Rızayev Barat Zahidoğlu'nun həyat yoldaşı, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Mehraliyeva Elmira Nərman qızı 8 noyabr Zəfər günü münasibəti ilə təltif oldu. Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin məzun olmuş şəhid Ələkbərov Muraz Məzahiroğlu'nun anası Ələkbərova Minarə Qəzənfər qızı 8 noyabr Zəfər günü münasibəti ilə təltif olundu. Allah sizi var eləsin. Çox minnətdaram ki, bizi hər birinizdən sonsuz razıyım. Çox sağ olun ki, bizi qırmadınız, tələbələrimizlə görüşə gəldiniz. O tələbələr bildilər ki, bax əziz gənclər, bizim 6 nəfər vətən müharibəsi başlayandan antiterror əməliyyatlarına qədər bizim 6 nəfər məzunumuz şəhidlik zirvəsinə ucalıb, o məqama yüksəlib. Onların ailə üzvləri bəlkə də mən dəvət eləsəm gəlməzdilər, amma mən dedim ki, tələbələr onları görmək istəyir. O qəhrəmanları yetişdirən anaları tanımaq istəyirlər. Bu bir qəhrəmanlıq səlnaməsi yazan oğulları yetişdirən, o igidləri yetişdirən, o pəhlivanları yetişdirən analar bax bunlardır, bu qəhrəmanlardır. Əsl qəhrəmanlar ilə bu analardır. Ona görə sizin hər biriniz bu anaları tanımalısınız, yolda görəndə diqqət göstərməlisiniz, avtobusda görəndə yer verməlisiniz. Biz hamımız bu missiyanı üzərimizdə hiss eləməliyik. Mən təşəkkür edirəm bir daha ki, hər birisinə, indi ayrı-ayrı deyirəm onsuz da təqdimat olduqca. Amma hər birisinə ayrı-ayrı təşəkkür edirəm ki, sizin istəyinizi geri çevirmədilər, bizim dəvətimizi geri çevirmədilər. Bütün rayon üzrə silsilə tədbirlər həyata keçirilir, amma məhz buranı seçib gəlib övladlarının təhsil aldığı o partanın arxasında əyləşən o tələbələrlə tanış olmağı seçdilər, bizim müəssisədə bu tədbirdə iştirak eləməyi seçdilər. Bir daha buna görə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin məzun olmuş şəhid Nəsibov Kənan Cəbrailoğlu, anası Nəsibova Təzalə Apasalı qızı. Xahiş edirik, yanıya çatdırın. Bildim xəbərim oldu, anıya çatdırın xahiş edirik. Çox sağ olun. Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin məzun olmuş şəhid Şirinov Elmar Cəbrailoğlu, anası Nəsirova Amanat Tahir qızı 8 noyabr Zəfər günü münasibəti ilə təltif oldu. Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin məzun olmuş şəhid Əhmədov Elmar Elşənoğlu, anası Əhmədova Xoşqədəm İsrail qızı 8 noyabr Zəfər günü münasibəti ilə təltif oldu. Təşəkkür ederim. Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin məzun olmuş şəhid Məmmədov Elşad Dönməzoğlu, anası Məmmədova Nuriyə Cəlal qızı 8 noyabr Zəfər günü münasibəti ilə təltif oldu.
Zəfərimizi də siz yaşatmışsınız. Bəli. Sağ olun, sağ olun. Allah sizi var eləsin. Çox sağ olun.